Bismillahirrahmanirrahim. Salamlayıram sizi, dəyərli tamaşaçılar. Xoş gördük bir daha ömrümüzün baharı Ramazan proqramında. Artıq Ramazan ayının 27-ci günündəyik və son günləri yaşayırıq bu ayda. Allah Taala inşallah ki, bizə digər Ramazanları da nəsib etsin, digər Ramazan aylarını da nəsib etsin və bu ömrümüzün son Ramazanı olmasın inşallah. Və əziz tamaşaçılar, bizə gələn sualların arasında əgər xatırlayırsınızsa biz Ramazanın ilk günlərində də qeyd etmişdik ki, bu il fərqli olaraq Ramazan ayını məhz sizin təyin etdiyiniz mövzularda danışacaq. Və bizə gələn sualların arasında maraqlı bir sual da var idi ki, o sual bundan ibarət idi. Biz istəyirik bilək ki, Əhl-i Beyt bu ayda məxsusən hansı işləri görürdü? Əhl-i Beytin yəni adət-ənənələri nə idi bu işlərdə? Hansı işlərə əhəmiyyət verirdilər? Bu dəfə mövzumuz məhz bu barədədir ki, Əhl-i Beytin hansı işlərə zaman ayırdığını, çox zaman ayırdığını qeyd edək və onların üzərində inşallah ki, çalışaq ki, biz də o adət-ənənələri ki, müqəddəs adət-ənənələrdir, davam etdirməyə çalışaq. Gəlin birinci baxaq Peyğəmbərimizə. Peyğəmbərimiz barəsində qeyd olunub ki, ümumilikdə Peyğəmbər haqqında imamlardan hədis var. İmamlar buyururlar ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Ramazan ayı daxil olanda istiğfar və duası artırdı. Yəni, onun adi danışıqlarından daha çox istiğfar və duası olurdu. Daha çox istiğfar edirdi, daha çox duaya vaxt ayırırdı, ibadətə vaxt ayırırdı. Bu birinci nöqtə. Sözsüz ki, Ramazan ayının əvvəlində biz Ramazan proqramı barəsində danışmışdıq ki, necə edək ki, yaxşı proqram quraq özümüzə, yol göstərmişdik Əhl-i Beytin adət-ənənəsinə əsasən. Və digər məsələ budur ki, Peyğəmbərdən yenə qeyd olunur ki, İzə dəxələ şəhru Ramazan ətləqə kullə əsir və ətaə kullə sail. Qeyd olunur ki, Ramazan ayı daxil olanda, əgər Ramazan ayı daxil olsaydı, Peyğəmbər bütün əsirləri azad edirdi və bütün saillərə, yəni çox ehtiyaclı olan şəxslərə əta elirdi, yəni ehsan elirdi. Baxın, o zaman sözsüz ki, əsirlər var idi, kəniz, qullar var idi o dövrdə və Peyğəmbər Ramazan ayının gəlişi ilə bütün əsirləri azad edirdi. Bütün qulları azad edirdi ki, bu böyük iş hesab olunurdu, böyük bir savab iş hesab olunurdu həmin dövrdə. Və burada bir nöqtə də var ki, ümumiyyətlə İslamda yəni qul azad etmək, əsir azad etmək məsələsi ki, qeyd olunur bir çox əməllər üçün. Bu onu çatdırır ki, Peyğəmbər həqiqətdə bais olurdu və Əhl-i Beyt bais olurdu ki, insanlar əsir düşdükdən sonra yəni İslama gəlirdilər və İslamı tərbiyələnirdilər. Daha sonra onları azad edirdi. Yəni onların azadlıqlarını onlara qaytarırdı. Və bu böyük savab iş kimi bilinirdi həmin dövrdə. Ən böyük, ən sevindirici hallarda, ən böyük mükafat kimi yəni tanınırdı həmin dövrdə. Və Peyğəmbər də Ramazan ayı daxil olanda bütün əsirləri qeyd olunur ki, azad edirdi və ikinci nöqtə budur ki, hədisdən bütün saillərə, sail o kəsə deyirlər ki, artıq yəni əl açır. Yəni ehtiyac üzündən gəlir sənə əl açır. Fəqirdən daha çox, məsələn, vəziyyəti pisdir. Fəqir şəxsdən daha çox vəziyyəti pisdir. Bütün saillərə ehsan edirdi, əta edirdi. Sözsüz ki, biz də əgər istəyiriksə Peyğəmbərimizin yolunu gedək, sözsüz ki, biz də ehtiyaclı şəxslərə əta etməliyik, məxsusən iftar süfrələrində, məxsusən ehsanlar ki, nəzərə alırıq, hansısa bir şeylər istəyirik, ərzaq kiməsə verək, istəyirik geyim kiməsə hədiyyə eləyək, daha çox ehtiyacı olan şəxsləri nəzərə almalıyıq. Və digər bir hədisdə İmam Səccad əleyhissalamdan qeyd olunur ki, İmam Səccad barəsində qeyd olunur hədislərdə ki, İzə kənə şəhru Ramazan ləm yətəkəlləm illə bid-dua vəl-istiğfar. Qeyd olunur ki, İmam Səccad Ramazan ayı daxil olanda dua və istiğfardan qeyri söz danışmazdı. Yəni, Həzrəti İmam Səccad əleyhissalam Ramazan ayını yəni, daxil olmasında artıq onun danışığından və danışıq tərzindən hiss edirdilər ki, Ramazan ayı daxil olub. Demirik ki, Ramazan ayında ümumiyyətlə danışmaq olmaz, amma burada hədisdən məqsəd budur ki, İmam Səccad əleyhissalam Ramazan ayında daha çox üstünlük verirdi ki, dua və istiğfar olsun onun dilində və Allahı zikr etsin.
Dua, istiğfar və zikr olsun. Biz də sözsüz ki, buna çalışmalıyıq. Bihudə danışıqlardan, çox danışmaqdan çəkinməliyik. Sözsüz ki, maarifləndirici danışıqlar və yaxud kiməsə nəsihət, tövsiyə və yaxud dua, istiğfar, Quran oxumaq bunlardan, yəni istisnadır, bunlardan ayrıdır. Söhbət, yəni lazımsız və yaxud da hətta lazımlı olan, amma Ramazan ayı olduğu üçün daha çox əvəzləmək lazımdır. Hətta böyük alimlərimiz qeyd olunur ki, İmam Xomeyni Ramazan ayı daxil olanda artıq bəzi dərslərini tətil edərdi və soruşardılar ki, niyə görə məsələn öz çıxışlarını tətil edir? Deyirdi ki, mən istəyirəm ki, daha çox zikir, istiğfar və dualara vaxt ayırım bu ayda. Və bu o anlamdadır ki, bu ayda biz də daha çox dilimizi zikrə, daha çox istiğfara, Qurani Kərimə, bu şeylərə adət etdirməliyik. Və Həzrət Əli əleyhissalamdan da maraqlı bir fakt var tarixdə ki, inanıram ki, bu sizin üçün də yeni olacaq və maraqlı olacaq. Həzrət Əli əleyhissalam qeyd olunur ki, Ramazan ayı daxil olanda çalışırdı ki, hər gün ət bişirsin və qurban kəsirdilər və ət bişirsin. İftarda qapısının ağzında əti bişirirdi və iftarda qapısının ağzında o xörəyi ki, ətdən bişib, hətta tarixdə qeyd olunur ki, özü ondan heç yemirdi bir tikə və gətirirdi qapısının ağzına, qapısının ağzında iftar verirdi və iftar verəndə də həmin o ət xörəyindən iftar verirdi cəmaata. Cəmaat qarnı doyduqdan sonra onlara xütbə edirdi, qısa xütbələr edirdi, tövsiyələr edirdi. Bu özü bizə göstərir ki, Ramazan ayında toplantılarımız və iftarlarımız necə olmalıdır. Bəzi insanlarla rastlaşırıq ki, yəni çalışır ki, ən yaxşı qidaları özü yesin iftarda, amma daha zəif şeylər, daha məsələn namünasib şeyləri verməyə çalışır ki, özü ən yaxşısını istifadə etsin. Amma Əli əleyhissalam bizə öyrədir ki, özü ən sadə şeylərdən istifadə edirdi. Əlbəttə, bu bizə şamil deyil ki, biz də ət yeməyindən yeməyək. Yəni, bunu çatdırmağa çalışmıram. Sadəcə imamımızın gördüyü işi çatdırmağa çalışıram ki, özü ən sadə iftarlardan istifadə edirdi, amma cəmaata ət pişirib verirdi. Biz Əli əleyhissalamı tarixdə yalnız xurma, çörək paylamağı ilə eşitmişik hər zaman, amma Ramazan ayında məxsusən çalışırdı ki, ət xörəyi paylasın, insanlara ət versin və onların qarnı ətlə doyduqdan sonra onlara xütbə eləyirdi. Yəni, tövsiyələr eləyirdi, Ramazanla bağlı tövsiyələr eləyirdi. Bizim də toplantılarımız belə olmalıdır ki, iftar süfrələrimizdən sonra bihudə söhbətlərə yox, günah söhbətlərə yox, məhz Allahın sevdiyi, Allahın qanunlarından, Allahın ayələrindən danışmaq və yaxud da hər hansı bir şəxsi dəvət edə bilərik ki, onun xütbə etmək, söhbət etməyə qabiliyyəti var. Dini maarifimizi inşallah ki, artıraq bu şəkildə. Bu, Əhl-i Beytin sünnələrindən idi və sözsüz ki, bundan əlavə digər, yəni məsumların da həyat tərzinə baxanda biz görürük ki, onlar Ramazan ayında xüsusi, yəni şəkildə dua ilə, ibadətlə məşğul idilər. Sadəcə biz bundan bir neçəsini qeyd etdik və Həzrət xanım Fatimə-i Zəhranın da həyat tərzindən biz çox danışmışıq. Həzrət xanım Fatimə-i Zəhra Ramazan ayında həmişə çalışırdı ki, məxsusən axır 10 günlükdə və qədr axşamlarında uşaqları gündüz yatırtsın və gecələr uşaqlar oyaq qalsınlar ki, ana və atanın ibadətlərinə şahid olsunlar, əhya axşamını oyaq qalsınlar və həmin ayın bərəkətindən, həmin gecənin bərəkətindən maksimum həddə istifadə etsinlər. Sözsüz ki, biz də bu nöqtələrə diqqət yetirməliyik. Məxsusən Ramazan ayında ehtiyaclı şəxslərə nəzər etmək böyük bir savaba malikdir. İnsanların qarnını doyurmaq, insanlara iftar süfrələri ehsan eləmək, bunlar çox böyük bir savaba malikdir. Hətta bir xurma ilə belə olsa, bir qurtum su ilə belə olsa, qeyd olunub hədislərdə, bir xurma ilə belə olsa, insanlara iftar verməyin böyük bir savabı var. Və biz də bunları öz yəni məhəlləmizdə, öz qohumlarımız arasında, öz tanışlarımız arasında Əhl-i Beytin adət-ənənəsi ilə irəli apara bilərik. Və çalışmalıyıq ki, ümumiyyətlə bu günlərdə məhəllələrimizdə, nə bilim, qohumda, tanışda, əqrabada, dostlar arasında baxaq ki, kimin halı maddi cəhətdən daha çox xarabdır, kimin problemi var, kimin sıxıntıları varsa, onların sıxıntılarını həll edək, xəstələrə baş çəkək, kiminsə qəlbini sevindirək, məxsusən uşaqlarla zaman keçirdək. Uşaqlar da bizim bu adətlərimizə, bizim bu xeyir işlərimizə şahid olsun ki, inşallah ki, gələcəkdə onların da bu işdən səmərəsi olsun inşallah. Allah Taala bizə müvəffəqiyyət versin ki, bu ayda Əhl-i Beytin qoyduğu adət-ənənələrə ən gözəl surətdə
əlbəttə əməl edənlərdən olaq inşallah və ömrümüzün son Ramazanı qərar verməsin inşallah. Allah dua və ibadətlərinizi qəbul eləsin, ehsanlarınızı qəbul eləsin inşallah. Sağ olun, salamat qalın.